Videomuzu izləyən dəyərli şagirdlərimiz, abituriyentlərimiz, tələbələrimiz və müəllimlərimiz, hər birinizi növbəti videomuzda salamlayıram. Bugün biz sizlərlə səlib yürüyüşləri və onlardan sonra gələn mövzuların bir neçə mövzu izahını eyni videoda verməyə çalışacağıq. Vaxt itirmədən başlayaq videomuza. Birinci sualda bizə deyilir ki, orta əsrlərdə kilsə təliminə qarşı çıxanları kilsə nə adlandırırdı? Təbii ki, bidətçi adlandırırdı. Bu da məlum məsələdir. Birinci Xatır yürüyüşündən sonra Aralıq dənizinin şərq sahilində meydana gələn səlibçi krallığı, təbii ki, Qudüs krallığı idi. B variantı. Kordova milli İspaniyada idi. Çexiya ümumiyyətlə aid deyil. Roma imperiyası Avropada idi. Bizansdakı ayrıca bir dövlət idi. Birinci Xatır yürüyüşünün iştirakçıları Kiçik Asiyada vuruşmuşdu. Kimlərlə? Təbii ki, Səlcuq türkləri ilə. Daha dəqiq desək, Anadolu Səlcuqlu dövlətinin əsgərləri ilə vuruşmuşdular. Dördüncü Xaç yürüyüşünün iştirakçılarının qarət və dağıntıya məruz qoyduqları şəhər, təbii ki, biz bilirik ki, 4-cü Xaçlı yürüyüşü Konstantinopol, yəni Bizans üzərində olmuşdu və Konstantinopol 1202-də işğal olunmuşdu. İkinci Xaçlı yürüyüşünün səbəbi, ikinci Xaçlı yürüyüşü, daha doğrusu bir dənə bunu qeyd edeyim, Konstantinopol 1202 yox, 1204-də işğal olunur, 202-də yürüyüş başlayır. 5. İkinci Xaçlı yürüyüşün səbəbi Mosul hakiminin Edessanı azad etməsi idi. Bunun bəhanə gətirən sərhədçilər ikinci yürüyüşü başlatmışdılar 1147-49-cu illərdə, amma məğlub olmuşdular. 11-ci əsrin birinci yarısında aiddir, yəni 1050-ci ilə qədər olan hadisələri bizdən istəyir. Wilhelmin İngiltərəni tutması 1066-cı ildir. Birinci Xaçlı yürüyüşün başlanması, birinci Xaçlı yürüyüşü 1096-cı ildə başlayıb. Səlcuqluların Anadolunun şərq hissəsinə yiyələnməsi, xeyr, bu da 12-ci əsrdəndir. Daha doğrusu şərq hissənin yiyələnməsi Malazgirt döyüşündən sonradır, 1071-dir. Katolik və pravoslav olaraq kilsəyə parçalanması 1054-dür. Qərbi Avropada feodal dağınıqlıq dövrünün mövcud olması, bəli, bilirik ki, 843 Verden müqaviləsindən sonra bu dağınıqlıq artıq başlamışdı və uzun bir müddətdə davam edəcəkdir. Xronoloji ardıcıllığı göstərin. İkinci Xaçlı yürüyüşün başlanması 1147-ci il. Xristian kilsəsinin şərq-qərb kilsəsi olaraq parçalanması 1054. Konstantinopolda Latin imperiyasının yaradılması 1204-cü il və 1261-ə qədər davam edəcək. Bunu da qeyd edək, sizə xatırlatma olsun. 2, 1 və 3 növbəti cavabımızdır. Yenə xronoloji ardıcıllıq. 3-cü Xaçlı yürüyüşünün başlanması. 3-cü Xaçlı yürüyüşü 1189-cu ildə başlamışdı. Səlahiddin Əyyubin üzərinə idi. İlk dəfə Fransada baş ştatların çağırılması 1202-ci il idi. İngiltərədə ilk parlament 1265-ci ildir. Ardıcıllıq da 1, 3 və 2 olaraq gedəcək. 9. 11-ci əsrin sonunda ilk olaraq Xaçlı yürüyüşünə başladılar. Kimlər? Təbii ki, kəndlilər. Təbii ki, həmişə birinci kasb önümünə verirlər. 11-ci əsrin sonlarında Aralıq dənizinin şərq sahillərindəki torpaqlarda, o cümlədən Suriya və Fələstində Qudüs krallığını yaratdı. Təbii ki, Xaçlılar, digər bir adı ilə səlibçilər. 11-ci əsrin ortasında vahid xristian kilsəsinin parçalanmasının başlıca səbəbi Papa və Patriarx arasında olan ixtilafdır. Papa Katolik kilsəsinə, Patriarx isə pravoslav kilsəsinə rəhbərlik edənlərə deyirdilər. 13-cü əsrdə Aralıq dənizində ticarət birinciliyinin Venesiya və Geniyanın əlinə keçməsinin səbəbi, biz bilirik ki, 4-cü səlib yürüyüşünə Konstantinopol tutulur, Bizans ciddi formada zəifləyir, amma süqut etmir. Bu Bizansın zəifləməsindən sonra Venesiya və Geniya ticarəti öz əlinə alır.
Cavab da burada C-ni götürə bilərik. Bizansın xaçlılar tərəfindən məğlub edilməsi. Səlibçilər Konstantinopoldan qovulduğu ildə Azərbaycanda mövcud olmuş dövlət. Səlibçilərin Konstantinopoldan qovulması 1261-ci ildə olmuşdu. Və Azərbaycanda 1258-ci ildə yaranmış bir dövlət var idi. O da ki, Elxanilər dövləti və Elxanilərdən əlavə Şirvanşahlar da Azərbaycanda həmin vaxt mövcud idi. Avropada xristian kilsəsinin parçalandığı il Azərbaycanda 1054-cü ildə, 1054-də biz bilirik ki, Səlcuqlar gəlmişdi. Rəvvadi dövləti Səlcuqlara tabe edildi. Bəli, həm Rəvvadi, həm də Şəddadi Səlcuqlara 1054-də tabe olur. Qərbi Avropanın şərq ölkələrinə xaçlı yürüşləri dövrünə uyğun gəlir. Təbii ki, bu yürüyüş uzun bir müddət davam edir. İndi görək 1096-cı ildən başlamışdı. Ta ki, bu gedəcək 1400-cü illərə qədər. Biz görək. Şirvanşahlar dövlətində Dərbəndə sülaləsinin hakimiyyətə gəlməsi bu 1382 xeyir götürmək olmaz. Əslində 1400 yox, 1300-lərə davam edəcək. Əslində son səlib yürüşlərinin dəqiq tarixini artıq kitablarımızda vermir. Sadəcə uzun bir müddət davam etdiyini deyir, amma 1382-yə davam etməmişdi. Şirvanşahlar dövlətinin yaranması 861-dir. Mehranilər sülaləsinin hakimiyyətə gəlməsi xeyir 630-dur. Azərbaycanda Monqolların birinci yürüşdə məruz qalması 1220-ci ildir. Bəli, bu düşəcək. Çünki 1220-ci il, səlib 1202-dən 1204-ə qədər 4-cü səlib yürüşü olmuşdu. Ondan sonra da 5-ci səlib yürüşü, 6-cı səlib yürüşü gəlir deyə D variantını biz götürə bilərik. Qaraqoyunun mövcudluğuna son qoyulması 1367-ci ildir, 68-ci ildir. Yəni, bu da düşmür, çox gecdir. 16. Qərbi Avropanın şərq ölkələrinə xaçlı yürüşləri dövrünə uyğun gəlir. Şirvanşahlar dövlətinin bunu az əvvəl dediyi bu deyil. Şəddadi dövlətinin yaranması xeyir. Şəddadi dövlətinin yaranması 971-dir. Biz götürməliyik ən azı 1096-dan yuxarını. Ağqoyunlu dövlətinin kilsəyə parçalanması 1500-dür, çox gecidir. Ağqoyunlu dövlətinin hakimiyyətinə son qoyulması çox gecidir. Hülaki dövlətin yaranması bəli 1258-ci il səlib yürüşləri ərəfəsinə düşəcək. Qərbi Avropa feodallarının şərq ölkələrinin xaçlı yürüşləri dövrünə uyğun gəlir yenə. Qaraqoyunun süqutu çox gecdir. Şəddadi dövlətin yaranması çox tezdir. Çünki yenə deyirəm 1096-dan yuxarı. Cəlali dövlətinin yaranması xeyir, bu da çox gecdir. Atabəylər dövlətinin süqutu 1225-ci il, bəli. Yəni 1200-lərə aid hadisələrə götürməliydik. Yəni görürsünüz ki, 3 testin üçündə də 1200-lərə aid hadisələr istəyir. 1300-1400-lər düşmür artıq həmin dövrə. Şirvanşahlardakı 861 çox tezdir. Qərbi Avropa feodallarının şərq ölkələrinə xaçlı yürüşləri dövrünə uyğun gəlir. Yenə təxi yəqin ki 1200-lərə istəyəcək. Şirvanşahlar dövlətinin Dərbəndlər sülaləsi xeyir, Toxtamış xan Azərbaycana gəlməsi 1300-lərdir. Qazan xanın islahatları 1200-lərin sonlarıdır, 1300-ün əvvəlləri. Qadağan edən fərman 1302-dir. Sacilər sülaləsinin hakimiyyətinə son qoyulması 941-dir, düşmür, çox tezdir. Ustabəndlərin başçılığı ilə üsyan görürsünüz ki, yenə 1200-lərdir. 1231-ci ildə üsyan olmuşdu. Həmin üsyanı soruşur. Eyni ildə baş vermişdir. Səlcuqların Rəvvadi dövlətinə tabe edilməsi 1054. Xristian kilsəsinin kilsəyə parçalanması 1054. Bəli, bax elə cavab da A variantıdır. Şirvanşahların tabe olması 1066. Reformasiya isə 1500-lərdir. Uzun Həsən Qaraqoyunlu qoşununun məğlub etməsi bu gedəcək 1367, daha doğrusu 1467-ci il Muş döyüşü, Amerikanın kəşfi 1400-lərin sonudur, 90-larda. Sonra Baburun Hindistana hücumu 1526-1517-dir reformasiya.
Bizans imperiyasının varlığına son qoyulması 1453, Konstantinopolun tutulması 1204. Konstantinopolun Farslıları tərəfindən işğal edilərkən Azərbaycanda mövcud olmuş dövlət işğal etdikləri il 1204-dür. 1204-də bizdə hələ Atabəylər var idi və Şirvanşahlar dövlətləri mövcud idi. 21-ci sual. Osmanlı Konstantinopolu ələ keçirdiyi ildə Qərbi Avropada, yəni 1453-də Qərbi Avropada nə olmuşdu? 100 illik müharibə başa çatmışdı 1453-də. 1337-də başlamışdı, 1453-də sona çatmışdı. Eylerben diaqramına əsasən uyğun bəndləri müəyyən edin. 1-ci və 4-cü xaçlı yürüyüşləri. Xaçlıların işğal olunmuş torpaqlarda yeni dövlətlər yaratması 1-ci xaçlı yürüyüşü və elə 4-də də Latin imperiyasını yaratdılar. Doğrudur, oxşardır. Konstantinopolun sərhədçilər tərəfindən tutulması, Aralıq dənizinin şərq sahilində xaçlı dövlətlərin yaranması, Misirə yürüyüş üçün Venesiya ilə danışıqlar aparılması, bəli, bunu da əslində 4-cü sərhəd yürüyüşünə götürmək olar. Çünki əvvəl bunların niyyəti Misirə yürüyüşü idi. Xaçlıların Səlahiddin Əyyubi tərəfindən məğlub edilməsi heç birinə düşmür. Əslində D də düşmür. D-ni də biz götürə bilmərik. 1-ə C, 2-yə A, 3-ə də B. 1-ə cavab 22-də. 1-ə C, 2-yə B-də, 3-ə A-dır. Təxmin etdiyim kimi burada D variantını görürsünüz ki, götürüb. Əvvəl bunların niyyəti Misirə yürüyüşü idi. Sonra isə Konstantinopol çevirdilər. O formada da cavabı götürüb. 23-cü sualdan ikinci xaçlı yürüyüşü və üçüncü xaçlı yürüyüşünün müqayisəsini verib. Klassik feodalizm dövründə olması hər ikisinə düşür. Yəni, bu gedəcək 3-ə. Amma 11-ci əsrin sonunda baş verməsi bu heç birinə aid deyil. 1-ci xaçlı yürüyüşüdür. İngiltərə, Fransa krallıqları Müqəddəs Roma imperatorunun başçılıq etməsi bu 3-cü yürüyüşdür. Edessanın Mosul hakimi tərəfindən tutulmasına cavab olaraq bu 2-cidir. Qüdsü geri qaytarmaq məqsədi ilə təşkil olunması, bu da 3-cü xaçlı yürüyüşü olacaq. Deməli, 1-ə D, 2-yə C və Y, 3-ə də A variantı. B-ni götürə bilərik. 24. Klassik feodalizm dövründə Qərbi Avropada baş verməmişdir. Klassik feodalizm biz bilirik ki, 12-ci əsrdən 16-cı əsrə qədər, 16-cı əsr daxil deyil, 16-cı əsrə qədər olan hadisələrdir. İngiltərədə ilk parlamentin açılması 1265 aiddir. İspaniyada vahid dövləti 15-ci əsr aiddir. 100 illik müharibənin başlanması 14-cü əsr aiddir. Al və Ağ Qızılgül müharibələri 15-ci əsr aiddir. Qudüs krallığının yaranması 1099-cu ildə Qudüs tutulmuşdu. Bu isə klassik feodalizmə düşmür. Klassik feodalizm 12-ci əsrdən başlayır. Xəritədə işarələnmiş ərazinin klassik feodalizm dövrünə uyğun gələni. Burada kitabımızda daha dəqiq görsənər. Burada bizə Qudüsü göstərir. Burada Avropanın xəritəsidir. Biraz daha sağlaşdırsam. Burada Avropanın xəritəsidir. İspaniya buradadır, Şimali Afrikadır. Ulduz olan yer isə Qudüsdür. Qüdsə aid hadisəni bizdən istəyir. Malazgirt döyüşündə Səlcuqlular tərəfindən ələ keçirilməsi Anadoludur. Təbəriyyə döyüşündən sonra xaçlılardan azad edilməsi, bəli, 1187-ci ildə Təbəriyyədən sonra Səlahiddin Əyyubi Qüdsü azad edir. Sonra 1-ci xaçlı yürüyüşünün başlandığı əsrdə, yəni 1096-cı il, 11-ci əsr, Şirvanşahlar dövlətində Kəsranlı sülaləsinin hakimiyyətdə olması, bəli, Bakı şəhərinin paytaxt olması, Bakı şəhərinin paytaxt 1192-ci ildə olacaq, düşmür. Səlcuq sultanına xərac ödəyirdi, 1066-cı ildən bəli, Səlcuqlardan asılı idi. Mərkəzləşdirilmiş dövlətin əsası qoyuldu İngiltərədə. Deməli, burada bəli, götürmək olar. 1066-cı il Hastings döyüşünü deyir. İlk parlament 1200-lərdir. Vahid Kral məhkəməsi də ki, 1200-lərdə düşmür. Deməli, 1-ə A və C, 2-yə də A variantı, yəni D-ni götürə bilərik.
24-cü sual. 4-cü Xaçlı yürüşünün baş verdiyi əsrdə, yəni 1202-ci il idi. Yəni bu da düşür 13-cü əsrə. İngiltərədə qalxanpulu adlanan xüsusi vergi tətbiq edilməyə başlandı. Xeyr, bunu götürmək olmaz. Bu belə deyək də həmin dövrə düşmür. Tətbiq edilməsi daha əvvəldə 13-cü əsrdə. İlk parlamentin yaranması 1265 13-cü əsr düşür. Tudorlar sülaləsi 15-ci əsrdir. Azərbaycanda Eldənizlər dövləti hakimiyyətə gəldi. Eldənizlər 1136 12-ci əsrdə düşmür. Bir dəqiqə. Eldənizlər dövlətinin hakimiyyətdə idi. İdisə düşür. Bəli, idisə düşür. Anı götürə bilərik. Teymurların hakimiyyətinə son qoyuldu. Bu 1400-lərdir. Yəni 1408-ci il düşməyəcək. Monqol yürüşləri nəticəsində yeni dövlətin yaranması 1258 düşəcək. 1-ə B-ni götürəcək. 2-ə də A və C-ni. Cavab da B variantı olacaq. Qərbi Avropa ölkələrinin şərqə təşkil etdikləri xaçlı yürüşlərin nəticələrinə aid deyil. Ticarət birinciliyinin İtaliya şəhər dövlətlərindən Bizansa keçməsi bu aid deyil. Yəni aiddir də, yəni bizə aid olmayanlar istəyir. Yəni bunu götürəcəyik. Səhvləri istəyir də, belə deyək. Xristian kilsəsinin parçalanması Xristian nəticəsinə aid, bu da aiddir. Çünki birinci Xristian kilsələri parçalandı, sonra sələbi yürüşü başladı. Avropada yel dəyirmanları, bunlar müsəlmanlar da öyrəndilər. Katolik kilsəsinin nüfuzdan düşməsi, bəli. Avropalıların kitaba kağızla tanış olması, bəli. 1-2 aid deyil. Qərbi Avropa ölkələrinin şərqə təşkil etdikləri xaçlı yürüşlərinə yenə aid olmayanlar istəyir. Şərq ölkələrlə ticarət canlandı, bunu götürə bilmərik. Doğrudur bu. Ticarət birinciliyini Venesiya və Geniyaya keçməsi doğrudur. Qərb kilsəsinin Katolik kilsəsi adlanması o yürüşlərdən əvvəldir. Yəni sələb yürüşlərinə aid deyil. Papa hakimiyyətinin nüfuzunun sarsılması, bəli, sarsıldı. Şərq ölkələri tamamilə işğal edilə bilmədi. 3 və 5 sələb yürüşlərinə aid deyil. 30-cu sual. 60-cı illərə, yəni 1060-cı illərə aid olanları istəyir. Birinci Xaçlı yürüşünün başlanması 1090-lardır. Xristian kilsəsinin qərb və şərq olaraq kilsəyə parçalanması 1050-lərdir. Normandiya hersoqu Wilhelmin gəlməsi, bəli, 1066 Hastings döyüşü. Səlcuq dövlətinin meydana gəlməsi 1038-dir. Şirvanşahlar dövlətinin Səlcuqlulara tabe olması, asılığı qəbul etməsi, bəli, 1066-dır. 3 və 5-i cavab olaraq götürə bilərik. 31-ci suala gələk. 30-cu illərə aiddir, yəni 1030-lara aid olanları istəyir. Slavyanların Şirvanşahlar dövlətinə basqın etməsi, bəli, Şamaxeni tutmaları. İspaniya krallığı 1400-lərdir. İkinci Xaçlı yürüşün başlanması heç birinci başlamamışdı. Səlcuqlu dövlətinin yaranması 1038. Eldəniz dövlətinin yaranması 1136-da 12-ci əsrdir. 1 və 4-ü cavab olaraq götürə bilərik. Xaçlı yürüşlərin nəticələrinə aid deyil. Aralıq dənizində ticarət inkişaf etdi, bəli, etdi. Ticarət yolları dənizlərdən okeanlara keçdi. Xeyr, bu böyük coğrafi kəşflər nəticəsində oldu. Venesiya və Geniya ticarət yollarından kənarda qaldı. Xeyr, əksinə, onlara üstünlük keçdi. Müstəmləkə işğallarına şərait yarandı. O coğrafi kəşflərdən sonradır. Kilsənin dövlət işlərinə təsiri azaldı. Sələb yürüşlərinə aid olmayanlar istəyir. Kilsənin dövlət işlərinə təsiri azaldı, bəli, azaldı. Yəni bu sələb yürüşlərinə aiddir. Amma bunu 4-ü də götürə bilərik. Çünki bu da böyük coğrafi kəşflərindəndir. 2, 3, 4 cavab olaraq doğrudur. Səbəb-nəticə əlaqələrinin doğru göstərildiyi bəndləri istəyir. Edessanın Mosul əmiri tərəfindən ələ keçirilməsi, 2-ci Xaçlı yürüşünün başlanması doğrudur. Normandiya hersoqunun İngiltərəni işğal etməsi, Al-Qızılgül, xeyr, bu Al-Qızılgül müharibələri 15-ci əsrdə, bu isə 11-ci əsrdə olub. Vatay ilə Rusiyanın yatırılması,
İngiltərədə yoxsullara qarşı qanunlar yumşaldıldı. Səlahiddin Əyyubinin Xaçlı ordusunu məğlub etməsi, Latin imperiyasının süqutu, xeyr. 100 illik müharibənin başlanması, İngiltərədə feodallar üzərində qalxan puluq, xeyr. 1 və 3 doğru cavab kimi götürülə bilər. 34. Mosul əmirliyinin Edessanı azad etməsi 3-cü Xaçlı yürüşü, xeyr, 2-ci Xaçlı yürüşü başladı. Slavyanların Bizans ərazisinə məskunlaşması, Bizansda quldarlıq qaydalarının feodal qaydaları ilə əvəz olunması sürətləndi, bəli. Konstantinopolun sələbçilər tərəfindən tutulması, Latının süqutu, xeyr, yaranması olacaq. Katolik hissəsinin parçalanması, pravoslav və protestant, xeyr. Katolik və pravoslav olmalı idi. Pravoslav və protestant, xeyr. Katolik və pravoslav olacaq idi. Daha doğrusu katolik və protestant olacaqdı. Şərqi Xaçlı yürüşlərin təşkil olunması, Avropalıların kağız və barıtla tanış olması doğrudur. 2 və 5 doğru cavab kimi götürüləcək. 35. Yenə xəritədir. Görürsünüz ki, burada Avropa var. Burada bax, İspaniyadır, yazım elə. Burada İtaliya yarımadasıdır. Almaniya buradadır. Bunu silim. Fransa da buradadır. Burada da Anadolu Səlcuqlularıdır. Ası. Konstantinopolu bax, buradadır. Burada Şimali Afrikadır. Burada Misirdir. Bax, Qudüsdəki baba buradadır. Yəni, bu ulduzlanan yeri, yəni Qudüs nəzərdə tutub da. Xəritədə işarə edilmiş şəhərə aid xüsusiyyətləri istəyir. Səlcuq Sultanı Toğrulun dövründə fəth oluna bilməyib. 3-cü Xaç yürüşündə İngilis və Fransız kralları tərəfindən tutuldu. Xeyr, tutula bilmədi. Yalnız birdə tutula bilmişdi. 7-ci əsrdə ərəb xilafətinin tərkibində olmuşdu, doğrudur. Səlahiddin Əyyubi tərəfindən sələbçilərdən azad edildi, doğrudur. Teymurlər tərəfindən işğal edilmişdi, xeyr, Teymurlər buraya qədər gəlib çata bilməmişdilər. 3 və 4 doğru cavab olacaq. 35, yenə əvvəlki xəritədir. Burada isə ulduzu yenə səhv qoyub, Konstantinopolu bizdən istəyir. Osmanlı tərəfindən fəth edildi, amma 13-cü əsrdə yox. Malazgirt döyüşünün Konstantinopola əlaqəsi yoxdur. Bizansın paytaxtı olmuşdur 13-cü əsr, bəli. Təbəriyyə döyüşündən sonra Xaçlılar o Qudüsdür. Qudüsdəki bilirik ki, buradadır. 4-cü Xaçlı yürüşündə Xaçlılar tərəfindən işğal edilməsi, bəli. 3 və 5 cavab kimi götürülə bilər. Müsəlmanlara qarşı Avropada Xaçlı yürüşlərinin nəticələri. Avropadakı Xaçlı yürüşləri, bu Reconquista hərəkatını soruşur bizdən. Xristianlar Pirinə yarımadasını tamamilə tərk etdilər, daha doğrusu ələ keçirdilər, bəli. Venesiya Bizans tacirlərini Aralıq dənizindən sıxışdırıb çıxartdı, xeyr. Vahid İspaniya krallığı yarandı. Bütün Pirinə yarımadası İspan krallarının əlinə keçdi. Bütün Pirinə yarımadası, xeyr. Müsəlmanlar və Yahudilərin böyük hissəsi Afrikaya köçməyə məcbur oldular, bəli. Burada Pirinə yarımadasının İspan kralları tamamilə yox, bir hissəsi Portugallarda qaldı. 1, 3, 5 doğru cavabdır. 38. Hadisə nəticə əlaqələrinə uyğunluğu müəyyən edin. 1-ci Xaçlı yürüşünün başlanması Konstantinopol 4-cü Xaçlı yürüşüdür. İngiltərədə ilk parlamentin fəaliyyətə başlaması, Tudorların hakimiyyətə gəlməsi. Tudorlar 15-ci əsrdə hakimiyyətə gəlib, daha dəqiqi 1485-də. Bunların isə parlamenti 1265-dir. Verden müqaviləsinin imzalanması, Frank imperiyasının parçalanması, Azincourt döyüşü, Orlean şəhərinin azad edilməsi, xeyr. Azincourt döyüşündə ingilislər qalib gəlmişdi. Orlean da ingilislər məğlub olmuşdu. Səlahiddin Əyyubinin Qüdsü azad etməsi, 3-cü Xaçlı yürüşünün baş verməsi, bəli, başlandı, amma o da məğlub oldu. 3 və 5 doğru cavabdır 38-də. 39. Hadisə nəticə əlaqələrinin uyğunluğunu müəyyən edin. Məğlub edilməz Armadanın məğlub edilməsi, dəniz ticarətində və müstəmləkələr uğrunda mübarizədə İngiltərənin mövqeyinin güclənməsi, doğrudur. İngiltərədə çəpərləmələr, kəndlərə torpaq verilməsi, əksinə kəndlərin torpağı alındı. Kresi döyüşü, Fransa ordusunun məğlub olması, Frank imperiyasının parçalanması, Qərbi Avropada feodal dağınıqlığının başlanması,
4-cü Xaçı yürüşü Qudüs şəhəri xeyr, Konstantinopol şəhəri ələ keçirilir. 1, 3, 4 burada da doğru cavabdır. Növbəti mövzumuz coğrafi kəşflər və İspaniya olacaq. Deməli, birinci sual böyük coğrafi kəşflərin nəticələrinə aid deyil. Bilirik ki, coğrafi kəşflər Kristofer Kolombun yanlışlıqla Amerikanın kəşf eləməsi ilə başlamışdı 1492-ci ildə və ondan sonra da ardı gəlmişdi. Deməli, coğrafi kəşflər nəticələrinə aid deyil. Böyük tarixi İpək yolunun əhəmiyyətinin artması, xeyr, əksinə əhəmiyyətini tədricən itirməyə başladı. 15-ci əsrə aiddir. İngiltərədə ilk parlament 1265-13-cü əsrdir. Kreso döyüşü də aiddir. Bu 14-cü əsrdir. Augsburg müqaviləsi 16-cı əsrdir. Avropalılar tərəfindən Hindistana gedən dəniz yolunun kəşf edilməsi, bəli, Vasco da Gama tərəfindən 14-cü əsrdə 1490-larda doğrudur, D variantı. Almaniyada reformasiya hərəkatı 16-cı əsrdir. Böyük coğrafi kəşflər nəticəsində baş vermiş dəyişikliklərdən biri ticarət yollarının Aralıq dənizindən Baltik dənizinə keçməsi, Baltik dənizi xeyr, ticarət yollarının okeanlardan dənizlərə keçməsi, xeyr, dənizlərdən okeanlara keçir, Konstantinopolun xaçlar tərəfindən tutulması, 4-cü xaçı yürüşüdür. Avropada əmtəə istehsalının azalması, xeyr, İspaniyanın Braziliyadan başqa bütün Cənubi Amerikaya sahib olması doğrudur. Böyük coğrafi kəşflərin nəticəsində baş vermiş dəyişikliklərdən biri Braziliyanın Portuqalların müstəmləkəsinə çevrilməsi, bəli, elə cavab da budur. Digərlərinə baxaq. Qudüs krallığının yaradılması Xaçı yürüşüdür. Hindistanın İspaniya müstəmləkəsinə çevrilməyib Hindistan. Ticarət yollarının okeanlardan dənizlərə xeyr, əksinə olmalı idi. Afrika və Asiyada əmtəə istehsalı sürətlə inkişaf etməsi xeyr. Klassik feodalizm dövründə İspaniya, Frank dövlətinin hökmdarı xeyr, klassik feodalizm deyil, 12-15-ci əsrlər. Kordoba xilafətin tərkibinə qatılması xeyr, əvvəldir. Katolik kilsəsinin mövqeyinə güclü zərbə endirildi, xeyr. Aragon və Kastiliya dövlətlərinin birləşməsi nəticəsində vahid dövlətə çevrilməsi 1479 doğrudur, cavab da elə olacaq. Dəniz döyüşündə İngiltərə donanması 1588-də o klassik feodalizmə düşmüş. 15-ci əsrin sonunda İspaniya krallığı neynədi? Vahid halda birləşdi. Görə elə hansı cavabda verib bizə bunu? Qranadanı işğal etdi. Bəli, işğal edəndən sonra, daha doğrusu vahid halda birləşdi. Sonra Qranadanı işğal elədi. Birləşməsi 1479-dur. Qranadanı işğalı isə 1492-ci ildir. Cavab da C variantı olaraq götürüləcək. 7-ci sual. Böyük coğrafi kəşflər dövrünə aiddir. Fransada ilk baş ştatların çağırılması 1265-dir. Coğrafi kəşf deyil. Daha doğrusu Fransada 1302-dir. Vasco da Gama'nın ekspedisiyasının Hindistana daxil olması, bəli, coğrafi kəşflərə aiddir. Digər heç biri aid deyil. Böyük coğrafi kəşflər dövrünə aiddir. Piriney yarımadasında Rekonkista hərəkatının başlanması, xeyr, Rekonkistadan sonra başlamışdı coğrafi kəşflər. İngiltərə parlamenti çox tezdir, Jaklar üsyanı tezdir, Şərq-Qərb parçalanması tezdir. İlk dünya səyahəti 1500-cü illərdə Fernando Magellan, bəli, Y variantı doğru cavabdır. Böyük coğrafi kəşflərin Amerika və Afrika əhalisi üçün oxşar nəticəsi şəhər mədəniyyəti xeyr, müstəmləkə əsarətinin başlanğıcı qoyuldu. Bəli. Hər iki xalqda, istər Amerika xalqı, yəni Amerikanın yerli hinduları, istərsə də Afrika xalqı çox böyük qırğınlara məruz qaldı. Amerikanın Avropalılar tərəfindən müstəmləkəyə çevrilməsi başlanmışdır. Kristofer Kolombun Amerikanı kəşf etməsindən sonra, bəli, daha sonra Amerika və Vespucci oranın yeni qitə olduğunu kəşf edir və ondan sonra axınlar daha da artır. Kristofer Kolombun Amerikanı kəşf etməsi nəticəsində Braziliya deyil, İstiqlaliyyət müharibəsinə hələ çox qalıb.
Amerika xalqlarında ilk dövlətlərə xeyr, çox sonradır. Avropalılar Amerikalıların qədim mədəniyyətlərini məhv etdilər. Bəli, cavab da D variantı olacaq. Qranadanın süqut etməsi ilə A deyil, B də deyil. Zamanların İspaniya təqdimləsi qadağan edildi. Xeyr. Portuqaliya istisna olmaqla bütün Pireneya yarımadası İspan kralının əlinə keçdi. Bəli, bax, belə də olmalı idi. Sonra 13. Qərbi Avropa ölkələrinin 16-cı əsr tarixinə aiddir. Yəni 1500-lərə aid olan hadisələr istəyir. İlk feodal dövlətlərin yaranması, xeyr, o çox əvvəldir. Mərkəzləşdirilmiş dövlətlərin yaradılmasının əsasının qoyulması, xeyr. Karavelli adlanan xüsusi yelkənli gəmilərdən istifadə olunması. Bəli, elə coğrafi kəşflərdə də bu yelkənli gəmilərdən istifadə olunmuşdu, karavellalardan. Feodal dağınıqlığının başlanması çox əvvəldir, feodal nərdivanının yaranması çox əvvəldir. Bunlar hamısı 8-9-cu əsrlərdə baş vermiş hadisələrdir. Çoxu daha doğrusu, hamısı yox. Avropada son feodalizm dövrünə aiddir. Xaçlı yürüşlərin başlanması son deyil. Konstantinopolun Osmanlı tərəfindən fəthi, xeyr, son deyil. Magellanın ilk dünya səyahəti, bəli. Son feodalizm dövrü 16-cı əsrdə əsasən. Həmin dövrdə də Magellanın dünya səyahəti olmuşdu. Fransanın baş ştatları 1300-lərdir, 1302. Wilhelmin gəlməsi də ki, 1066-dır. Qərbi Avropada klassik feodalizm dövründə nə olmuşdu? Burjuva inqilabı baş vermişdi. Xeyr, o son feodalizmdir, artıq sənaye dövrünə yaxın. Frank imperiyasının meydana gəlməsi, xeyr, 800-dür. İlk qanun toplusu yazılması Salik qanunudur, xeyr. Franklarda dövlət yaranması 5-ci əsrdə, xeyr. Qranada əmirliyinin süqutu 15-ci əsr, bəli, cavab da elə bu olacaq. 1492. Məntiqi ardıcıllıq istəyir. Ənənəvi ticarət yollarının Osmanlıla nəzarət altına keçməsi, böyük coğrafi kəşflərin başlanması, ticarət birinciliyin Şimali İtaliya, xeyr, bu 4-cü Xaçı yürüyüşündən sonra, Konstantinopolun tutulmasından sonra olan hadisədir. Okeanlardan keçən ticarət yollarının Osmanlı əlinə, xeyr, Osmanlı o günü gördü ki, denil. Braziliyanın İspaniya müstəmləkəsinə çevrilməsi, xeyr, yəni bu doğrudur. Yox, Braziliya ümumiyyətlə İspaniya, Portuqal mülkü olub. Şərq ölkələrində kapitalist münasibətlərinin inkişafının sürətlənməsi bura aid deyil. Müstəmləkə işğallarına şərait yaranması, bəli, cavab da Y variantıdır. 17. Kiçik Asiyadan və Suriyadan keçən ticarət yollarının Osmanlıların əlinə keçməsi, Avropalıların Asiyaya gedib yeni yollar axtarışının sürətləndirilməsi, böyük coğrafi kəşflərin başlanması. Eylervin diaqramına əsasən uyğun bəndlər. Xaçlı yürüşləri, coğrafi kəşflər. Şərq ölkələrinin Avropalıların qarət və dağıntılarına məruz qalması bu xaçlı yürüşləridir. Biraz məcbur böyütməliyik ki, görə biləyim. Ümidvaram ki, görə bilirsiniz. Oxuyacam, onsuz belə biləcəksiniz. Böyük İpək yolunun əhəmiyyətini itirməsi bu böyük coğrafi kəşflər nəticəsində olmuşdur. Aralıq dənizində aparılan ticarətdəki birincilik Şimali İtaliya şəhərlərinə keçmişdi. Bu 4-cü Sələbi yürüyüşüdür, yəni Sələbi yürüyüşlərini götürmək olar. Müstəmləkələrin yaranması böyük coğrafi kəşflərə götürmək olar bunu. Müstəmləkələrin yaranması... bəli, böyük coğrafi kəşf, müstəmləkələrin yaranması coğrafi kəşflərdir, bəli. Bir anlıq Qüdüsün işğalı da mən müstəmləkə kimi düşündüm, amma sonradan gördüm, yox. Avropalıların kağız və balıqla tanış olması, bu da xaçlı yürüyüşlərinə aiddir. Sadəcə burada bir dənə nüansı var. A variantını götürə bilməyəcəyik ki, niyə? A variantı oxşar cəhətdir. Şərq ölkələrinin Avropalıların qarət və dağıntılarına məruz qalması, burada xaçlı yürüyüşündə düzdür, var. Amma böyük coğrafi kəşflərdə bu hardadır? Burada Hindistanın işğalı, əsasən Hindistanın işğalı, Hindistanın şərq ölkəsi sayılır axı. Buna görə də bu Hindistanın işğalı da ki, belə deyək də, Portuqallar tərəfindən, sonra
İngilislər tərəfindən olmuşdu deyə Hindistan işğala, talanlara məruz qalmışdı. Ona nəzərən o variantı da götürə bilir. Sonra böyük coğrafi kəşflər dövründə 1 və 2. Hörmüz limanında möhkəmləndi. Aha, bəli, Səfəvilərin səhv nəticəsində, səhv deməyək, yəni siyasəti nəticəsində Braziliyadan başqa bütün Cənubi Amerikanı tutdu. Xeyr, Braziliyanı tutdu əksinə. Bütün Cənubi Amerikanı İspaniya tutdu. Çin və Yaponiya sahələrinə qədər gedib çıxdı. Bəli, Portuqallar gedib çıxmışdılar. İspaniya ilk dünya səyahətini etdi. Bəli, Fernando Magellan. Azteklər dövlətinə son qoydu. Bəli, Ümid burnunu kəşf etdi. Ümid burnunu kəşf edən Portuqallardır. 1A C, 2A B, cavab da B variantı doğru cavab. 2000-ci sual. Hindistana dəniz yolunun kəşf edildiyi əsrdə, yəni 15-ci əsrdə, 1400-lərdə baş verən hadisələr. Tudorlar sülaləsi İngiltərədə idi. Baş ştatlar 14-cü əsrdə, 1302, bizə 15-ci əsr lazımdır. Yüzillik müharibədən qalibiyyətlə başa çatması 1453, bəli, 15-ci əsr götürə bilərik əsr olaraq. Azərbaycan Bayandür sülaləsinin hakimiyyətində idi. Bəli, götürülə bilər. Hökmdarın yanında Ali Divan adlı qanunverici, Ali Divan heç vaxt qanunverici orqan olmayıb. Məsləhət verici orqandır. Teymuri qoşunlarının məğlub edildi. 1408-ci il, 15-ci əsr, bəli, bunu da götürə bilərik. 1-ə C, 2-ə də A və C, Y variantı doğru cavabdır. 21-ci sual. Böyük coğrafi kəşflərin səbəbləri, nəticələri. Roma papalarının Avropada qarşıtı siyasət bu ümumiyyətlə səlib yürüşlərinə aid bir hadisədir. Dünya ticarətinin yaranması bu işğalların, daha doğrusu kəşflərin nəticəsidir, səbəbi deyil. Kiçik Asiya və Suriyadan keçən ənənəvi ticarət yollarının Osmanlıların nəzarətinə keçməsi, bəli, doğrudur. İkinci sual. Ticarət yollarının Aralıq dənizindən okeanlara keçməsi, aha, 2-də A. Sonra Avropada Roma papasına tabe olmayan müstəqil kilsələrin meydana gəlməsi, xeyr, o əlaqəsizdir. Müstəmləkə işğallarının başlanması, bəli, doğrudur. 1-ə C, 2-ə də A və C-ni götürsək, A variantını doğru cavab kimi qəbul edə bilərik. 22-ci sual. Almaniya, İngiltərə, İspaniya. Kastiliya və Aragonun birləşməsi nəticəsində vahid dövlət olaraq yarandı İspaniya. İlk dünya səyahətini həyata keçirdi İspaniya. Qalxan pulu alırdı Almaniya. Thomas Münster'in rəhbərliyi ilə kəndə müharibəsi baş verdi Almaniya. Burada C İngiltərədir. Mən səhv etməmsə Almaniya dedim dilimdə. 15-ci əsrdə Hindistana gedən dəniz yolunun kəşf edilməsi bu Portuqaliyadır. 1-ə D, 2-ə C, 3-ə də A variantı, A, B variantı. 23-cü sual. 15-ci əsr tarixinə aid uyğunluq istəyir. Burada 1 İspaniyadır, 2 isə Fransadır. Avropada sonuncu müsəlman dövlətinə son qoyuldu. 1 və 2 olaraq verib. Müsəlman dövlətinə İspanlar son qoyublar. Ərazinin İngilis işğalından azad edildi 1453. Bir dəqiqə. İngilis işğalından azad edildi 1453, bəli. İlk baş ştatlara çağırılması, baş ştatlar, bəli, baş ştatlar yox, baş ştatlar ümumiyyətlə 14-cü əsrdə. İlk dünya səyahətinin həyata keçirilməsi İspaniyadır. Rekonquista hərəkatı nəticəsində mərkəzləşdirilmiş dövlət yaradıldı. Bir dəqiqə. İlk dünya səyahətini həyata keçirdi. Bu doğrudur, İspaniyadır. Amma 15-ci əsr deyil Fernando Magellan, 16-cı əsrdir. Görürsünüz, necə saçdırırlar. Rekonquista hərəkatı isə bəli 15-ci əsrdə. Bəzən burada bu yuxarıdakı əsrə diqqət eləmək lazımdır. 1-ə A, 2-ə də B variantı doğru cavab olacaq. 24. 11-ci əsr İngiltərə, İspaniya. Kordova əmirliyinin parçalanması
Təbii ki, bu gedəcək 1 və 2. Bu gedəcək İspaniyaya. Mərkəzləşdirilmiş dövlətin əsasının qoyulması. Mərkəzləşdirilmiş bu 1066 Hastings döyüşü, İngiltərə. Vahid Kral Məhkəməsinin yaradılması 11-ci əsr deyil. 3-cü xaç yürüyüşündə iştirak etməsi 3-cü xaç yürüyüşü 11-ci əsrdə deyil. Məğlub edilməz Armadadakı 1588 16-cı əsrdir. 1-ə A, 2-yə də B variantı. 25. 1 İspaniya, 2 Fransa, 3-dəki yəqin ki, burada bizdən Osmanlı yox, Bizans soruşacaq. Görək. Qranada əmirliyinə son qoyulması İspaniyadır. Rekonkist hərəkatın nəticəsində qovulmuş yəhudilərə sığıncaq verdi. Artıq buranı Osmanlı kimi istəyir. Sığıncaq verən Osmanlı idi. 2-ci Bəyazıd idi. Sonra Baş Ştatlar adlı nümayəndəli orqana malik idi. Bu Fransadır. C gedir bura. İlk dünya səyahətini həyata keçirtdi. İspaniyadır. D-ni bura vermək olar. 100 illik müharibədə məğlub oldu. Bu da İngiltərədir. İngiltərədəki burada yoxdur. Deməli 1-ə A, D, 2-yə C, 3-ə də B variantı götürülə bilər. 26-cı sual. Burada 1 Portuqaliyadır. 2 İtaliyadır. 3-dəki İspaniyadır. Avropada siyasi sərhədlərini müəyyənləşdirən ilk dövlət idi. Təbii ki, bu gedəcək Portuqaliyaya. Bunu unutmayın, Portuqaliyadır o. Peruda İnklərin dövlətinə son qoyuldu. Bu İspaniyadır. İspaniya 3-dədir. Böyük coğrafi kəşflər nəticəsində yeni ticarət yollarından kənarda qaldı. Bəli, İtaliya. İtaliya və daha dəqiq desək, Genuyanı verib 2-də. Yəni 2-də Genuya yerləşirdi İtaliya ərazisində. Deməli, bu gedəcək Genuyaya, yəni İtaliyaya. Braziliyanı öz müstəmləkəsinə çevirdi Portuqaliya. Krit adasını fəth etdi heç biri. 1-ə A, D, 2-yə C, 3-ə də B variantı doğru cavabdır. Növbəti başlığımız Almaniya və reformasiya başlığıdır. Elə bu sual, bu mövzunun da izahını verək sualın daxilində. Ondan sonra inşallah ki, videomuzu yekunlaşdırarıq. Sualı yox, daha doğrusu videonun daxilində izahını verək. Almaniya və reformasiya, yəni Almaniyada reformasiya daha doğrusu. Fransa və Almaniya krallıqlarının tarixinə aid ümumi cəhəti bizdən istəyir. Eyni əsrdə yaranmaları doğrudur. Çünki hər ikisi 843-cü il Verden müqaviləsindən sonra yaranmışdır. Fransa və Almaniya krallıqlarının tarixinə aid ümumi cəhət vahid imperiyanın parçalanması nəticəsində hər ikisi Frankın parçalanması nəticəsində yaranmışdı. 1517-ci ildə Martin Luther'in mübarizəyə başladığı yer təbii ki 95 tezisi ilə Almaniyada idi. Burada da mübarizəyə başladı. Katolik kilsəsinin hökmdarlığına qarşı kilsənin qapısına 95 tezisinin vurulması da buna bir nümunədir. 16-cı əsrdən Almaniyada protestant adlandırılmağa başlandı. Vahid dövlət yaratmaq istəyənlərə xeyr, Martin Luther'in tərəfdarlarına. 15-ci əsrdə Almaniyada katolik kilsəsinin zülmünün daha güclü olmasının səbəbi Almaniyada dağınıqlıq daha çox idi, ona görə də. Yəni A variantı düzdür, əksər dövlətdə dağınıqlıq var idi, amma Almaniyada qat-qat çox idi. Ona görə də kilsə orada istədiyi kimi hərəkət edib cəmaata zülm edirdi. Almaniyada kəndi müharibəsinin nəticəsi təbii ki, biz bilirik ki, belə deyək də, kəndi müharibəsi məğlub oldu və kəndlilərə qarşı olan o qaydalar daha da sərtləşdirildi. Bunu da biz B variantında görə bilərik. Feodal dağınıqlığı uzun müddət davam etdi, yəni bu müharibədən sonra və azad kəndlilər təhkimli halına salındı. Kəndlilərin vəziyyəti daha da ağırlaşdı. 7. Almaniyada 1524-25-ci illərdə kəndli müharibələri, yəni Thomas Müncherin başçılığı ilə müharibə məğlub oldu. Bu məğlubiyyətdən sonra da şəxsən azad olan kəndlilər də təhkimli hala salındılar.
8. Almaniyada reformasiya dövründə knyazlıqlardan fərqli olaraq imperator nə idi? Reformasiyanın yayılmasına qarşı idi. Knyazlıqlar reformasiyanın yayılmasını istəyirdilər, amma imperator istəmirdi. Papanın həm bir növ papadan qorxurdu, həm də ki, papanın yanında çıxış edirdi. Yəni, papanın mənafeyi ona daha da uyğun idi. Fransa və Almaniya krallıqlarına aid oxşar cəhət. Xeyr, klassik feodalizm dövründə xeyr, erkən feodalizm dövründədir. Müqəddəs Roma imperiyasının parçalanması xeyr, Frankın parçalanması Böyük Karl tərəfindən o Müqəddəs Roma imperiyasıdır. Frank imperiyasının parçalanması nəticəsində yaranması doğru cavabdır. 10-cu sual. Almaniya və İtaliya krallıqlarına aid oxşar cəhət. Şərqi Roma xeyr, Frank imperiyasından əvvəl mövcud olması xeyr, Müqəddəs Roma imperiyası da xeyr, eyni vaxtda yaradılmaları xeyr. Böyük coğrafi, daha doğrusu Böyük Karlın imperiyasının parçalanması nəticəsində, bəli, Frank imperiyasının parçalanması nəticəsində 843-də yarandılar. 11. Almaniya tarixinə aiddir. Jaklar üsyanı Fransadır. Rekonkist hərəkatının başlanması Almaniyada. Müqəddəs Roma imperiyasının yaranması, ümumiyyətlə bu da Almaniya tarixinə bir dəqiqə. Rekonkist hərəkatının başlanması, yox, rekonkistanı həmən reformasiya oxudum bir anlıq. Bu deyil, C variantıdır. Müqəddəs Roma imperiyası 962-ci il Otto tərəfindən, Hastings döyüşü İngiltərədir, baş ştatlar Fransadır. 962-ci ildə Papa tərəfindən Roma imperatoru elan edildi. Təbii ki, Alman kralı. O da Müqəddəs Roma imperiyasını nədir? Yaratdı. Uyğunluq. Baş ştatlar Fransa, bir doğrudur. Anglikan kilsəsi İngiltərə idi. Augsburg sazişi də ki, Almaniyadır, 5 də doğrudur. 1, 5, B variantını cavab kimi götürə bilərik. 14. 1555 və 1583-cü ildə baş vermiş hadisələr. 1555-də Augsburg sazişi olmuşdu. 1583-cü ildə Niyazabad döyüşü olmuşdu Osmanlı ilə Səfəvilər arasında. Buna görə də C variantını götürə bilərik. Viyana mühasirəsi 1520-lərdir. Azincourt döyüşü də ki, aid deyil, o da daha 1500-lərdə idi, lakin daha əvvəl olmuşdu. Böyük coğrafi kəşflər dövrü üçün səciyyəvi idi. Avropa ölkələrində aqrar çevrilişin başa çatması, xeyr, o sənayedir. Ticarət yollarının okeanlardan Aralıq dənizinə xeyr, tərsinə olmalı idi. İlk müstəmləkə işğallarının başlanması, bəli. İspaniyanın bütün Cənubi Amerikanını tutması, bütün Cənubi Amerikanı yox, Braziliyanı tuta bilmir. Daha doğrusu Braziliya Portugallara qalır. Kiçik Asiyadan keçən ticarət yollarının Bizansın əlindən keçməsi, xeyr, bu da aid deyil. Almaniyanın 16-cı əsr, Azərbaycanın 18-ci əsr tarixini, 18-ci əsrin ikinci yarısı tarixinə aiddir. Yəni bu 1500-lərdən sonranı istəyir. Azərbaycanda da 18-ci əsrin ikinci yarısı 1750-ci ildən sonranı istəyir. Nə ola bilər bu? Feodal dağınıqlığının mövcud olması. Bəli. Azərbaycanda biz bilirik ki, 19-cu əsrə qədər, elə 19-cu əsrdə daxil olmaqla feodal dağınıqlığı var idi. Amma 19-cu əsrə qədər daha doğrusu, yəni Rusların gəlişinə qədər var idi. Ondan sonra tədricən ləğv olur. Kəndlər feodalın torpağına təhkim olunması, xeyr, daha əvvəl idi. Biyar bizdə idi. Natural təsərrüfatdan aradan qalxması, xeyr. İlk manufakturada xeyr. İlk manufakturalar Avropada ola bilər. Almaniya deyənmərəm, Avropanın digər dövlətlərində bəli, amma Azərbaycanda hələ ümumiyyətlə yox idi. Almaniyanın 16-cı əsr, Azərbaycan 15-ci əsr tarixinə aid oxşar cəhəti nə ola bilər burada? İlk manufaktura bizdə hələ yox. Feodal təhkim olması bizdə 1302-dir. Biyar təsərrüfatının ləğv edilməsi xeyr. Bu 19-cu əsr olacaq bizdə.
Natural təsərrüfatın aradan qalxması qalxmır. Siyasi dağınıqlığın mövcud olması, bəli. Bizdə 1400-lərdə siyasi dağınıqlıq var idi. Bir tərəfdə Şirvanşah, bir tərəfdə Qaraqoyunlu, Ağqoyunlu. Almaniyada da ki, o dövrdə nə qədər istəyən dövlət var idi. 18. 55-ci il. Augsburg sazişinin məzmununa daxil deyil. Protestantların din azadlığı rəsmən tanındı. Bəli. Hökmdardan fərqli olaraq təbəələrə öz dinini seçmək hüququ verildi. Xeyr. Əgər həmin təbəənin yaşadığı, yəni həmin kəndinin yaşadığı ərazinin hökmdarı hansı dində idisə, o da o dində olmalı idi. Protestant knyazlara böyük imtiyaz verildi. Bəli. Almaniya dövlətlərinə katolik və lüteranlıq arasında seçim sərbəstliyi verildi. Doğrudur. Hökmdarların məzhəbinə həmin dövlətin rəsmi məzhəbi olmalı idi. Bəli. 19. Qərbi Avropada klassik feodalizm dövrünə aiddir. Augsburg razılaşması, klassik feodalizm artıq düşmür. İngiltərədə çəpərləmələr düşmür, sonradır. Məğlubiyyətməz Alman 16-cı əsr düşmür. Fransada protestant qırğını bu düşmür. Sonra 100 illik müharibənin sona çatması 1453, 15-ci əsr doğrudur. Protestant qırğını 1572-dir, düşmür. 20-ci sual Eyler-Venn diaqramı verib. Lüteran kilsəsi, Kalvinizm. Reformasiya hərəkatı dövründə meydana gəlməsi oxşar cəhətdir. 16-cı əsrdə yaranması bu da oxşar cəhətdir. Almaniyada meydana gəlməsi Martindir. Kilsəyə papanın başçılıq etməsi bu heç birinə şamil deyil. 16-cı yüzilin sonunda Fransada verilmiş fərmanla rəsmiləşdirilməsi Kalvinizmdir. 1-ə C, 2-yə Y, 3-ə də A və B. A-nı götürə bilərik. 21. Xaçlı yürüşdən nəticəsi reformasiya hərəkatının nəticəsi. Görəyələ. Katolik hissəsinin parçalanması. Reformasiya hərəkatının nəticəsində katolik hissəsi bəli parçalandı. Sonra Avropada Roma papasının nüfuzunun aşağı düşməsi. Xaçlı yürüşləridir bu. Ümumiyyətlə bu oxşar cəhət hər ikisində. Roma papasının nüfuzu aşağı düşdü. Sonra görək başqa nə var burada. Şərqdə böyük dağıntılara inkişaf etmiş şəhərlərin mədəniyyətin tənəzzülünə səbəb oldu. Bu Xaçlı yürüşüdür. Sonra Türk müsəlman əhalisinin kütləvi sürətdə qırğınlara məruz qalması bu da Xaçlı yürüşüdür. Dünya ticarətinin yaranması bu coğrafi kəşflərdir. CD, A və B. 23-cü sual. Almaniyada reformasiya hərəkatı zamanı, yəni 16-cı əsrdə Tüdollar ailəsi hakimiyyətdə idi, doğrudur. Reformasiyaya qarşı İsa cəmiyyətinin yaradılması, xeyr, sonra olacaq. Kral fərmanı ilə Kalvinizmin rəsmiləşdirilməsi bu 16-cı əsrdir. İsa cəmiyyətdə 16-cı əsrdir. Bir dəqiqə. İsa cəmiyyəti bəli, o da 16-cı əsrdir, amma İngiltərədə deyil də, yəni. Kalvinizmdəki Fransadadır. 16-cı əsrdə amma Fransadadır. Anglikan kilsəsinin yaradılması İngiltərədə doğrudur. Yəni 1-ə A və D. 2-yə. Azərbaycanda Bayandür sülaləsi hakimiyyətdə idi. Xeyr, artıq o vaxtda Bayandurlular, yəni Qaraqoyunlular hakimiyyətdə deyildi. Şirvanşahlar dövlətinin varlığına son qoyuldu. 16-cı əsrdə Azərbaycanda, bəli. 1538. Xorasan üstündə Şeybanilər ilə müharibə aparıldı. Xorasan üstündə Şeybanilərlə ilk müharibə aparıldı. Xeyr, olmaz. C variantı yanlışdır. Boğurt qalası yaxınlığında Osmanlı ordusu məğlub edildi. Bəli, bunu da götürə bilərik. Süleymanın yürüyüşü vaxtı. 1-ə A-dir, 2-ə də B-dir. D variantını cavab kimi götürə bilərik. Reformasiya hərəkatı nəticəsində İngiltərə və Fransa kral kilsəsinə başçılıq, kral kilsə başçısı ilə elan edildi, bəli. Anglikan kilsəsi yarandı. Lüteran kilsəsi Almaniyada idi. Fransa katoliklərlə yanaşı Kalvinizmi rəsmiləşdirildi.
Ölkənin siyasi dağınıqlığı biraz da gücləndi, xeyr. Parisdə protestantlara qarşı kütləvi qətliam, bəli, Varfolomey gecəsi də deyirlər buna, 1572-ci ildə. 1 AB, 2 AC D variantını götürə bilərik. 24. İspaniya və Almaniya reformasiya nəticəsində görək. Katolik kilsəsinin reformasiyaya qarşı mübarizəsi uğurlu oldu İspaniyada, doğrudur. Anglikan kilsəsi yarandı, xeyr, İspaniyada yox. Vahid mərkəzləşdirilmiş dövlət yarandı, xeyr, o da daha əvvəl yaranmışdı artıq. Sonra Almaniyada Augsburg müqaviləsi imzalandı, Luteran kilsəsi yarandı. Kral fərmanı ilə Kalvinizm Fransada idi. 1 A, 2 A, B, C variantı götürülə bilər. 25. 16-cı əsrin birinci yarısında Almaniyada baş vermiş kəndi müharibəsinin nəticəsində ölkədə feodal dağınıqlığı zəifləmədi, azad kəndlər təhkimli hala düşdü, feodal qaydalar sərtləşdirildi, başa çatmadı, kral hakimiyyəti möhkəmlənmədi. 2 və 3 doğru cavab kimidir. 26. 4-cü İvanın hakimiyyətə gəlməsi, ölkədə mərkəzi hakimiyyət zəifləməsi, xeyr, əksinə gücləndi. 1588 İngilislərin qalib gəlməsi, dənizlərdə hökmranlıq Stuartlar xeyr, Stuartlar deyildi, Tudorlar idi. Augsburg sazişi protestantların etiqad azadlığı tanındı, bəli. Norman işğalı, mərkəzləşdirilmiş dövlətin əsası, bəli. İngiltərə kralının reformasiya keçirməsi, kilsə dövlətə tabe edildi, bəli. Anglikan kilsəsi 3, 4, 5, 27. Kapitalist iqtisadi sistemin əsası qoyulması, kapitalist iqtisadi sistem reforması doğrudur. Qadınların cəmiyyətdə rolunun artması, xeyr, götürə bilmirik. Papanın nüfuzu azaldı, milli dövlətlərin yaranmasına şərait yarandı, bəli. Xaçı yürüyüşlərindən fərqli olaraq reformasiya hərəkatı nəticəsində Roma papasının nüfuzu sarsıldı, xeyr, götürə bilmərik, çünki Xaçı yürüyüşündə də Papanın nüfuzu sarsılmışdı. Təhsil kilsənin nəzarətindən çıxdı. Bəli. Xristian kilsəsi 2 hissəyə parçalandı. 1054-də artıq parçalanmışdı. İsa cəmiyyəti yaradıldı 1556-da. Türk müsəlman əhalisi kütləvi qırğınlara məruz qaldı. Bu səlib yürüşləri ilədir. 2 və 4 doğru cavabdır. 29. Azinkur döyüşündə məğlubiyyətə uğraması Fransa. Kosovo döyüşündə qalib gəlməsi bu Osmanlıdır. Augsburg sazişinin imzalanması Almaniya. Məğlub edilməz arma da adlandırılan böyük donanmaya sahib olması bu İspaniyadır. 15-ci əsrin ikinci yarısında Tudorlar sülaləsinin hakimiyyətə gəlməsi 1485 İngiltərə. A, Y, B. 30-cu sual. Hindistana gedən dəniz yolunun kəşf edilməsi Fransa krallığı. 16-cı əsrin birinci rübündə 1524 kəndi üsyanı Almaniya təbii ki, Thomas Münser. 14-cü əsrin əvvəllərində baş ştatları 1302 Fransa. Rekonquistan getkində yaranması Fransa, Portuqaliya. 16-cı əsrdə ilk dünya səyahətinə çıxması bu İspaniyadır, bu heç birinə şamil deyil. A, D, B və C variantları doğru cavabdır. 31-ci sual. Hindistana dəniz yolunun kəşf olunması bu Portuqaliyadır. 1380-ci ildə də kəndi üsyanının baş verməsi İngiltərədir. Wat Tyler. Qranada əmirliyinin süquta uğradılması İspaniyadır. Thomas Münserin rəhbərliyi ilə kəndi üsyanı Almaniyadır. İlk dünya səyahəti İspaniyadır. B, C, Y və D variantı. 32. 16-cı əsr tarixinə aid uyğunluğu müəyyən edin. Deməli, 1 Osmanlıdır, 2 İspaniyadır, 3 də ki Almaniyadır. Kiçik müstəqil dövlətlərdən ibarət olması bu Almaniyadır. Kipr adasının fəthi Osmanlıdır. Məğlub edilməz arma adaya sahib olması İspaniyadır. Augsburg sülhü ilə dini mübarizəyə son qoyuldu Almaniyadır. İlk dünya səyahətini həyata keçirdi İspaniyadır. B, C, Y, A, D doğru cavabdır. 33.
1 İngiltərə, 2 İspaniya, 3 də ki Almaniya. Jaklar üsyanının baş verməsi Fransadır, heç birinə aid deyil. Thomas Müncherin başçılığı ilə kəndi üsyanı Almaniyadadır. Məğlubedilməz armadanı məğlub etdikdən sonra dəniz ticarətinin mövqeyini gücləndirməsi İngiltərədir. Reformasiya nəticəsində ərazisində dini müharibəyə son qoyuldu. Bu gedəcək Almaniya. İnklərin dövlətinə son qoyuldu. Bu da ki son qoyulması, bu da ki İspaniya. C, Y, B və D. Mövzumuz bu qədər. İnşallah ki, növbəti mövzumuzda artıq sizlərlə Səfəvilərə başlayacağıq. Sağ olun, sağlıqla qalın.